Hoş gördünüz dinleyiciler. Biz yine de Türkiye'de indiki yeni bir hadiseyle rastlaşıyoruz. Azerbaycan'ın Eurovision'da İsrail'e 12 puan vermesi, 12 xal vermesi yine Türkiye mətbuatında gıcıqla qarşılanıb. Halbuki 3 gün bundan əvvəl biz nəyin şahid olduq? Erdoğan'ın Azərbaycanın böyük şahı, böyük tarixi şəxsiyyəti Şah İsmail Xətai barəsindəki dediği yanlış tarixə necə deyirlər, eyham vurmasıyla şahid oldu. Halbuki bunun da səbəbi ondan ibarət edir ki, 40 min Türk'ün qanına batmış Abdullah Öcalan'la, yəni PKK ilə bir neçə gün bundan əvvəl dostluq, qardaşlıq naralar atdığına görə artıq Kürdləri özlərinə dost qərar verdiklərinə görə bir də Azərbaycan tarixində Şah İsmail Xətaini çaldıran döyüşündə bilirsiniz ki, Şah İsmail'a Kürdlərin xəyanəti nəticəsində Kürd tayfaların məhz Osmanlılar keçməsi tarixi hadisəsində baş vermişdi. Bəzi mənbələrdə keçər bu. Bəs buradan yola çıxaraq bildirildi ki, bəs biz Şah İsmail'ə qalib gəldik ərəblərlə, Kürdlərlə birlikdə. Amma böyük Şah İsmail'in tarixini, Türk tarixini isə dalmış oldu. Amma biz bu günləri isə nəyi görürük, nəyi şahid olduq? Ərəblərdə qadınlar saçları açıq, Trump'ı oynaya salamladılar. Bəs nə oldu? Bəs deyirdiniz İslamda hicab vacibdir. Bəs ərəblər biz axı deyirdik ki, bu Muaviyyənin qoyduğu qayda qanunda. Nə oldu? Trump gələndə açmaq olar mı? O cariyələr kimi cariyələr özlərini bəyəndirmək üçün saçlarını oynadarlar, orasını burasını göstərərlər ki, kişiləri cəlb etsinlər. Eynən bu oyunu orada etdilər. Erdoğan'ın səsi çıxdı mı? Nə oldu? Bəs ümmətçiydiniz, ərəblərlə birləşirdiniz, İslam belə gəldi, İslam belə getdi, ərəblərlə qardaş olursa, amma unudursunuz ki, ərəblərin tarixində, bütün ərəb tarixində Osmanlı xəyanətkar, Osmanlı imperialist, Osmanlı təcavüzkar sayılır. Amma siz təcavüzkara elə ona qarşı bir addım atmaqla güya ki, ərəblərin xoşuna gəlməyə çalışırsınız. İndi Kürdlərin xoşuna gəlməyə çalışırsınız. Bunlar hamısı konjunkturaldır. Biz Türkiyə dövləti ilə Azərbaycan dövləti, Türkiyə xalqı ilə Azərbaycan xalqı arasında heç vaxt pis münasibət olmamalıdır. Türkiyə bizim üçün bir sərvətdir. Biz Türkiyəni çox sevirik. Amma prezidentlər, rəhbərləri şəxsəndə bugün başda duran Erdoğan konjunktural siyasət yürütür. Mən bunun əleyhinəyəm. Konjunktural bu günləri Kürdlərlə dost olub Azərbaycan tarixini söyəbilir. Sabah İsraillə yaxşı olub Mavi Mərmərə gəmisinə bizdən icazə aldınız, getdiniz deyə bilir. Sabah İsraillə dost olanda Fələstinin arxasıca, Fələstinlə dost olduqda Azərbaycanın arxasıca və yaxud da ki, Kürdlə dost oldu Azərbaycanın arxasıca danışılır. Mən buna etiraz edirəm və bildirirəm ki, bu konjunkturaldır. Ona görə deyirəm ki, Türkiyənin Erdoğan'la, bu məhsəbçi Erdoğan'la heç bir dərin dövlətçiliyi yoxdur. Bu günləri İranın dərin dövlətçiliyi var. İran öz düşmənində həmişə düşmən kimi baxır. Şəxsən bu günləri Azərbaycanın da Avropa, Eurovision'da İsrail'e 12 xal verməsi tamamilə bəyənirəm, doğru edir, düz edir. Çünki 35 ildir bizim İsrail'lə olan münasibətlərimiz səmimidir. Heç vaxt konjunktural olmuyor. Bircə İsrail'lə münasibətlərimiz heç vaxt konjunktural olmuyor. Həmişə biz İsrail'i dəstəkləmişik, həmişə də İsrail bizi dəstəkləyir. Amma təəssüflər olsun ki, 1992-ci ildə Ermənistana buğda verən, çörək verən Türkiyə oldu. Çünki dərin dövlətçiliyi yoxdur. Yenə deyirəm, Türk xalqı ilə Azərbaycan xalqı eynidir. Biz heç vaxt bir-birimizə əl çəkə bilmədik. Amma dərin dövlətçiliyi olmadığına görə Türkiyə tarixində tarixi şəxsiyyətləri, prezidentləri çox təəssüflər olsun ki, konjunktural siyasət yürütürlər, dərin dövlətçilik siyasətləri yoxdur. Ona görə də buna kim əsəbləşsin, Azərbaycan 12 xal İsrail'e verib, yaxşı eləyib, doğru eləyib, əgər imkan olsa da daha da 5 qatda vermək lazımdır. İsrail'lə heç olmasa Azərbaycan dövlətinin, Azərbaycan xalqının münasibətləri səmimidir və səmimi və tarixi kökənə əsaslanır. Təşəkkür ederim.